Dünən vəzifəsindən azad edilən Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimovla bağlı ilginc faktlar üzə çıxıb. Elxan İbrahimov vəzifəyə başladıqdan dərhal sonra rayonda aparılan tikinti işlərinə yanaşma kəskin dəyişib. Qeyri-rəsmi ödənişlər artırılıb, o başçı təyin olunana qədər razılaşma əldə olunan obyektlərdə tikinti dayandırılıb, əlavə haqq tələb edilib. Bu prosesdə onunla tikinti quruculuq məsələlərinə nəzarət edən icra başçısının müavini Ramiz Quliyevlə fikir ayrılığı yaranıb. Buna səbəb Ramiz Quliyevin fantastik tələblərin icrasının mümkün olmadığını açıq şəkildə bildirməsi olub. Bu cavab icra başçısının xoşuna gəlməyib. Cəmi bir neçə gün sonra onu yanına çağırıb və məsləhət belədir ki, sən ərizəni yazasan deyib. Ramiz Quliyev işdən çıxarıldıqdan sonra tikinti işlərinə nəzarəti öz köməkçisinə tapşırıb. Amma sahibkarların reaksiyası heç də gözlənilən kimi olmayıb. Tələblərin məbləği o qədər fantastik olub ki, tikinti şirkətləri və sahibkarlar aidiyyatı qurumlara şikayətlər etməyə məcbur olublar. Məsələ ilə bağlı araşdırmaların başlanması isə prosesi geri dönməz mərhələyə çıxarıb. Köməkçi günah keçisi kimi qurban verildi. Konkret bir rüşvət faktı ilə başlanan araşdırmada məsuliyyətdən yayınmağa çalışıb. Qısa müddət əvvəl özünə köməkçi təyin etmiş Ceyhun İsmayılovu işdən azad edib. Mənbələrin bildirdiyinə görə məqsəd tikinti sahəsində baş verənləri köməkçinin özbaşına fəaliyyəti kimi göstərmək idi. Başqa sözlə, günah keçisi tapılmalı idi. Lakin bu manevr işləməyib. 48 günün sonunda Prezident Elxan İbrahimova olan etimadını sıfırlayıb. Bundan sonra onun taleyi ilə bağlı hansı qərarın veriləcəyi hələ bəlli deyil.